30 saniye başladı. Birinci pəsij idi. Yəni balaca bir mətn, balaca da olsa mətn idi. Ümidvaram ki, siz artıq variantınızı Salam müəllim, axşamınız xeyir Salam, olsun. hər vaxtınız xeyir. Demək, bu testin cavabı bəzəcə oxumaq lazım idi və bu hamısını oxuduqdan sonra isə seçim etmək lazım idi. Yəni variant seçmək lazım idi. Global warming has increased drastically over the past decade. Demək, son 10 illikdə qlobal istiləşmə çox sürətlə artmışdı. Mainly due to human activities such as deforestation and industrial emissions. Demək, əsasən ona görə ki, insanlar bir dəqiqə insanlar demək, insan fəaliyyətinə görə bu baş vermişdi əsasən. İnsan fəaliyyəti üçün nümunə göstərir ki, meşələrin kəsilməsi və sənaye çirklənməsindən söhbət gedir. A variantda insanlar daha çox ağac əkir. B variantda qlobal istiləşmə əsasən təbii fəlakətlərdən baş verir. Sənaye və insan demək, davranışları iqlim dəyişkənliyinin əsas səbəbləridir. Burada biz C variant verəcəyik. Climate change is not major issue. İqlim dəyişikliyi əsas problem deyil. Yəni gördüyümüz kimi C variant ən doğru cavabdır. İkinci test üçün 30 saniyə başladı. Demək, ikinci testdə biz nə edəcəyik? Məntiqi davamı seçirik bu dialoqda. Mən öz çətrimi unutmuşam deyir kimsə və cavab olaraq sən həmişə nəsə unutursan. Niyə ki sən bunu mənə xatırlatmamısan? Mənimkini götür, bəlkə yağış yağır. C variantı daha məntiqli, daha tamamlayıcı. Burada səslənir və D variantda isə yeni bir zontik almaq lazımdır sənə. Üçüncü test üçün 30 saniyə başladı. Mən telefonum işləmir. Salam Leyla müəllimə. Salam. Məyər Tamam. mənim mikrofonum bağlıdır, müəllimlər. Eşitmirsiniz məni? Məni eşidən var ümumiyyətlə.
Mən nətər eləyim, mən onun səsini eşitmirəm. Bağlamışam hardasa. Üçüncü testdə Nigar xanım, siz mənim səsimi eşidirsiniz? Salam müəllimə, bəli, qəşəng gəlir səsiniz. Ha, tamam, tamam. Oxşam yuxarı. Bəli. Bu üçüncü testdə bizə cümlə verir. Eləyir axı Şifr Leyla müəllimə, sən niyə eşitmirəm? Bağlamışam. Eşitməyənin yəqin internetində problem var da, müəllimə, çox qəşəng gəlir səsiniz. Tamam. Üçüncü testdə she broke the record in swimming. O üzgüçülükdə rekord səviyyəyə çatdı, yəni yüksək nəticə göstərdi deməkdir. Və bizdə best paraphrase, ən yaxşı başqa sözlərlə necə demək olar, həmən bu cümlənin sualın cavabıdır. Təranə müəllimə yazır ki, mən sizin səsinizi eşitmirəm, salam deyirəm, səs gəlmir. Bilmirəm, o problemi necə həll eləmək olar. Deyəsən orada speaker işarəsi var, onu basmalıdır müəllimə ki, eşitsin məni. Amma yəqin ki, məni eşitmirsə, mən ona necə deyim ki, o speakeri bassın. Leyla müəllimə. Buyurun. Amma işləyir, amma səs gəlmir. Demək, burada biz nə verəcəyik? Anladım. Cavab olaraq A variantda deyir ki, TOEFL-da swimming-dən üzgüçülük imtahanından 2 aldı, deyil təbii ki. They achieved the Mən bunu best yazmam. result. Bəli, mən səsi bizə mane olur. Məndən xoşlam. Ha. Səsin də yuxarı. Deyir, ən yüksək Salam Leyla nəticəyə. müəllimə. Salam. Cavab B variantı. Burada ən yüksək nəticə verdi üzgüçülükdən. She broke a window in the pool. Baseyndə pəncərəni sındırdı. Təbii ki, bu deyil. She was late for the competition. Yarışa gecikdi. Bu da deyil təbii ki. Testimizin cavabı B olacaqdır. Keçək növbəti 4-cü testə keçid alırıq və 30 saniyə başladım. Müəllimə, bəlkə həmən müəlliməyə bir də aradan link atasınız, bir də görsən link tutmur, bir də aradan link atın, bir də qoşulsun, bəlkə açılar. Xeyr, o aşağıda bir işarə var, onu seçməlidir. O da onu seçmir, ona görə. Linka görə qoşulur, o buradadır. 4-cü testdən bizə nə verir? Müəllimə. Yəni, verilən cümlənin əsas ideyası nədir? Bizə verir. Recycling helps reduce the amount of waste sent to landfills. Demək, yenidən emal zibilin, demək ki, zibilliklərə atılan zibilin azalmasına kömək edir. Conserve natural resources, təbii resursları qoruyur. And saves energy və enerjini yenidən qoruyur. Bunun əsas ideyası nədir? Recycling waste energy, yenidən emal enerjini hədər edir. Xeyr, təbii ki. Landfills are increasing, zibilliklər artır.
Hər halda bu cümlə ona aid deyildir. Recycling is beneficial in many ways. Yenidən emal bir çox hallarda faydalıdır. Biz bunu götürəcəyik. People don't recycle enough. İnsanlar yetərincə yenidən emal etmirlər. Bu verilən cümlənin məzmunu deyildir. Cavab 4-də C olacaqdır. 5 üçün 30 saniyə başladı. Home is where the heart is. Ev haradakı ürək yerləşir, oradır. Mənası nədir? A variantda you should travel more, daha çox səyahət etməlisiniz, yox. People love to move, insanlar köçməyi sevirlər, deyil. You feel most comfortable at home, evdə özünüzü ən çox rahat hiss edirsiniz. C variant götürərik. Your heart belongs to in nature. Your heart belongs to nature olardı. Düzdür. To nature. Sizin ürəyiniz təbiətə aiddir. Deyil təbii ki. Və testimizin cavabı 5-də oldu. C. 6 üçün 30 saniyə başladı. Bir dəqiqə. 5-ci testi dəyişmək istəyirəm. Nature sözünü belong to-nə vuracağıq. Aha. Sonra keçid alan. Tamam. 6-cı suala baxmalıyıq onda biz. Bizə cümlə verir. Although he was tired, he continued working. Baxmayaraq ki, o yorğun idi, o işləməyə davam edirdi. Və deyir ki, hansı növ budaq cümləsidir? Gəlin bir-bir bunları təhlil edək. Baxaq görək nə cür budaq cümlələr ümumiyyətlə mövcuddur və hansı ola bilər. Noun clause deyəndə bunun tərkibinə 3 budaq cümlə növü gəlir. Mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, Salam Leyla müəllimə. salam, tamamlıq budaq Aa. cümləsi. Müəllimə başlayandan yazmışam, səs gəlmirdi. Nə yaxşı ki, indi eşitdim. Heç Tamam. səs yox idi. Adjective clause təyin budaq cümləsi deməkdir. Adverbial clause isə zərf budaq cümləsi. Zərf budaq cümləsi bir neçə budaq cümlə növündən asılıdır. Məsələn, zaman budaq cümləsi və yaxud yer budaq cümləsi, place yazmalıydım. Və sair. Bunlardan biri də concession, güzəşt budaq cümləsi. Yəni, güzəşt budaq cümləsi baxmayaraq ki, ziddiyyəti ifadə eləyir, yəni although ilə istifadə olunur. Testimizin cavabı C olacaqdır. Independent clause nədir? Müstəqil cümlə, sərbəst cümlə. Bu da baş cümləyə deyilər, independent clause. Burada var baş cümlə. Gəlin highlighterla baş cümləni seçək. He continued working. O işləməyə davam etdi. Burada independent clause var. Lakin bu o demək deyil ki, bu cümlənin növü elə müstəqil cümlədir. Xeyr, bu tabeli mürəkkəb cümlədir və tabeli mürəkkəb cümlələrə görə də C variant, yəni zərfi budaq cümlə olacaqdır. Düşün aşağı.
7-ci test üçün növbəti 30 saniyə başladı. Yedinci sualda düzgün variantı seçin deyir. Cümlə tamamlama mövzusuna aiddir. Bu can you tell me? Yəni birinci hissə artıq sual cümləsi kimi qurulmuşdur. Bağlayıcıdan sonra nəqli cümlə ardıcıllığı gəlməlidir. Yəni is school yox, the school is. Yəni bu variant doğru cavabdır. Köməkçi fe'l mübtədadan əvvələ keçilməsi yanlışdır. D variantda isə can you tell me the school where is? Bu da heç düzgün ardıcıllıq deyildir. 8-ci mətn üçün mətn verir və mətnin əsas ideyasını bizdən soruşur. Buna ötürü sizə 1 dəqiqə 30 saniyə vaxt verəcəyim. Vaxt başladı. Səkkizinci testdə bizə bir balaca passage verilir və o passage'in əsas ideyasını soruşur bizdən. Bunu cavab vermək üçün elə birinci cümlənin məsələn əvvəlini oxumaq yetərli ola bilərdi. Home is not just a place, a way you sleep or eat. Ev yalnız sən yeyib və yatdığın bir yer deyil. Bu nöqteyi nəzərdən sırf birinci cümlədən kənara mən çıxmaq istəmirəm. Sadəcə ona görə ki, digər suallar da var bu mətnlə əlaqəli. Ona görə mətni tam axıra qədər tərcümə eləmək istəmirəm. Bu variantda ev almağın dəyəri burada deyil. Şəhər həyatının vacibliyi, evdən danışırıq. Cavabımız C olacaqdı. Evi yalnız bir məkan kimi görməli deyilik. Yəni məkandan da daha böyük bir şeydir. How to design a modern house? Müasir evi necə dizayn edək? Bu da deyil təbii ki. Testimizin cavabı C oldu. Aşağı düşürük. Mətn eynidir. Daha sizə 30 saniyə verəcəyim. Yəni 1 dəqiqə yox. Start düyməsinə bastım. Sual ikinci cümləyə aiddir deyəsən. Yox, üçüncü. Burada family members. Ailə üzvlərinə aid. Burada yazır ki, mətnə əsasən ailə üzvləri yaxşı bir evdə nə iş görürlər? Tək işləyirlər,
Xeyr. Tez-tez mübahisə edirlər, deyil. Cavabımız C olacaq. Qaydalara riayət edir və bir-birini dəstəkləyir. Sükutda yaşayırlar, deyil. 9-da C. Aşağı düşürəm 10-cu test üçün. Yenə 30 saniyəni aktivləşdirirəm. Mətnimiz eynidir. Eyni idi və sual belə idi ki, bu mətndə məzmun nə idi? About peaceful homes. Sülh dolu evlər haqqında hansı məzmunu ümumiləşdirib nə fikrə gələ bilərik? A variantda onlar adətən bahalıdır. Təbii ki, bu ümumi məna deyil, ümumi məzmun deyil. Və cavab olacaq B variant. İnsanlar, yəni sülh dolu bir evdə, sevgi dolu bir evdə insanlar bir-birinə daha yaxşı olmağa kömək edir. Onlar yalnız kənd evlərində olur, deyil. Onlar çoxlu qaydaları var, deyil. B variantı oldu. 11-ci testdə yenə eyni mətndən işləyirik. 30 saniyə başladı. Mətnimizdə responsibility sözü istifadə olunmuşdu. Və sual belədir ki, responsibility sözünün mənası bu mətndə əsasən nə deməkdir? Vəzifə və vəzifələrini burada daha da çox burada peşə və vəzifələrinin evdə bölüşməsi kimi gedəcək. A variant cavabdır. B variantda qaydalar valideynlər tərəfindən müəyyən edilir. Bahalı mebel və ailə adət-ənənələri. Burada deyir share responsibilities. Məsələn, deyək ki, ev təmizləmək adətən analar etmir. Tutaq ki, ev təmizləməyə burada evladlar, ata, hamı qoşulur. Belə, bu cür. Növbəti 12-ci test üçün 30 saniyə başladı. Hal-hazırda bu testdə deyir ki, uyğun variantı seçin və biz nəyə baxırıq? Surprising. Bu ing ilə verilməsi üçün verilənlərin içindən it-lə verərik. It is surprising. Mənası olacaq təəccüblüdür. How quickly he adapted to the new environment. O necə də tez yeni ətraf mühitə uyğunlaşdı. 12-də cavab oldu B. 13-cü test üçün aşağı düşürəm. 30 saniyə başladı. Dilan məsələn, axşamınız Tamam. xeyirli olsun. Axşamınız xeyir. 13'dəyiz. Aha,
13-cü testdə bizə şərt olaraq possessive case ismi yeğlik halına vermişdilər və bir variant seçmək istəyir bizdən. James İngilis adıyla yox, məsələn deyək, Eunice Azərbaycan adı yadımıza salaq və yaxud Şəms, yenə Azərbaycan adı götürək ki, bizə rahat olsun. Gördüyümüz bu iki ad hansılar ki, Azərbaycan adlarıdır və nümunə kimi göstərmişik. Sözün kökündə S hərfi var. Bunların yeğlik halına qurarkən iki cür mümkündür. İki hal mümkündür. Ya biz istəsək apostrof verərik və yaxud da apostrof S verərik. Hər ikisi doğrudur. Həm belə doğrudur, həm də elə. Bu nöqteyi nəzərdən testimizin cavabı. A variantda görürük ki, James'dən sonra eləcə apostrof veriblər. Nə dedik? Dedik, eləcə apostrof da vermək olar. Sonra B variantda görürük ki, apostrofdan sonra hələ bir dənə də S veriblər. Dedik ki, bu da doğrudur. Yəni, A ilə B-ni götürmək üçün biz E variant götürürük. Haradakı testin cavabı A və B variantlar doğrudur olacaqdır. 14-cü test üçün 30 saniyə yəqin ki, çox az olar. 1 dəqiqə 30 saniyəyə verirəm. Start düyməsini bastım. Bir dəqiqə proqramı işığı yandırım. Geri dönüş verirəm. Və bizə bir mətn verirlər. Və bu mətndən deyir ki, bu yeri, yəni gördüyümüz bu yer ki var, onu məntiqi və qrammatik cəhətdən davamlı tamamlayın. Mətnimizi oxuyaq birinci növbədə. Hər bir sinifin özünün dinamikası və problemləri var. Dinamika yəni şagirdlərdən söhbət gedir. Sonra nəsə boşluq. Boşluğa nə qoya bilərik? What, that, it, they, whether. Kömək edir şagirdlərə motivasiyalı, yəni maraq oyanmasına hiss edir. Və often the teachers, demək, fikir verin, maraq oyanmasına kömək edən bir şey. Bu müəllimin münasibəti və həvəsidir. Nədir? Nə? What? A variant olacaqdı cavab. Sonra gəlir a teacher who shows genuine interest. Müəllim hansı ki çox böyük bir maraq göstərir şagirdlərinin öyrənməsinə. Həmin o müəllim müsbət bir əhval-ruhiyyə yaradır sinifdə. Amma bir çox məktəblərdə həmçinin resurs məhdudiyyəti də mövcuddur. Belə bir mətnimiz var idi. Aşağı düşək, 15-ci sual. 30 saniyə verək.
Bir dəqiqə. Burada olan səhvləri düzəliş eləyirəm ki, növbəti çapda düzgün olsun. Aha. Demək, biz indi 15-ci suala baxacağıq sizinlə və 15-ci sualın təhlil edək. In one school, bir məktəbdə nəsə, were not enough books for each student. Hər bir şagird üçün yetərincə kitab yoxdur kimi. So the teacher had to create photocopies. Beləliklə müəllim onun kopyasını çıxartmaq məcburiyyətindədir. Burada vardır, yoxdur, R deməkdir. Yəni testimizin cavabı B variantdır. 16-cı test üçün 30 saniyə başladı. Dəqiqəlinə baxım görüm 14-də biz nə götürdük. Burada qeyd edirəm cavabları ki, sonra A variant yaxşı. İndi 16-cı testdəyik. 16-cı testi həll edirik və 16-cı testdə bizə nə deyir? What is the correct phrase? Düzgün ifadə to describe someone, nəyi təsvir edirik? Someone who reveals a secret. Kimsə hansı ki sirri aşkar edir. Bu mənada hansı idiom doğrudur? Bu idiomları mən bugün birdə rastımıza çıxacaq deyə hamısını bir-bir tərcümə edə bilməyəcəyəm. Amma gün boyunca, yəni 50 sualın tərkibində bu 4 idiom var. Yəni onların hamısını bir-bir işləyəcək testlərdə. Testimizin cavabı A variantı. Spill the bean mənası odur ki, sirri faş etmək, hər kəsə xəbər vermək, məlumat vermək, yəni bu cür. 17, 30 saniye başladı. O 7-ci testdə biz boşluğumuz var. A lot of-dan sonra nəsə yerləşdirməliyik və bu nəsə görək nə ola bilər. Experience sözünün mənası təcrübə, expensive bahalı, a lot of-dan sonra bizə isim lazımdır. Burada da isim yoxdur deməli bu variantı elə çıxardırıq da heç düşünməyə ehtiyac yoxdur. Experiments təcrübələr, yəni çoxlu bir nə bilim bir dəfə tutaq ki, necə təcrübə? Deyək bir dəfə necə ki təcrübə deyəndə Rusça opıtı, Azərbaycanca onu tərcümə edəndə təcrübə mənası alınır. Amma yəni ki hansı bir neçə fəaliyyət deyək. Belə ki, daha qısa olsun. Sonra gəlir explain, izahat, bu da izah etmək daha doğrusu feildir, deyil. Yəni cavab ya A-dır ya da C variantı. Məzmuna baxmaq lazımdır ki, seçim edə bilək. He has a lot of in solving problems. Problem həll etmədə onun çox təcrübəsi var. Yəni 17 A olacaqdır. 18 üçün 30 saniyə başladı. On 18'də she was so'dan sonra biz nə seçməliyik ki, cümləmiz tamamlansın. After winning the prize.
demək, priz, mükafat qalibi olduqdan sonra qəzəbli olmarıq təbii ki, sevinərik əslində. Sıxıcı olmarıq, nəsə bizi sıxmaz və yaxud çaşqınlığa da doğruma gəlmərik. Və thrilled, yəni çox sevincli, yəni testimizin cavabı 18-də B. Düşək aşağı. 19-cu test üçün 30 saniyə başladı. Nida cümləsi verilir və hansı doğrudur soruşur bizdən. Whatdan sonra isim gəlməlidir. Hamıdan sonra sifət və yaxud zərf gələcəkdir. B variant doğrudur. Biz demək since cümlədə sonda gələcək, mübtəda xəbər gəlməlidir. What